Salam dəyərli izləyicilər, Azərbaycanda əhalinin sayı, həmçinin doğulan və dünyasını dəyişən insanların sayı, boşanma və evlənmə sayı açıqlanıb. Maraqlı statistika olduğunu nəzərə alaraq diqqətinizə çatdırıram. 2025-ci ilin yanvar-oktyabr aylarında əhalinin sayı 32.109 nəfər və ya 0,3% artıb. Bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatında qeyd olunub. 2025-ci ilin noyabrın 1-nə əhalinin sayı 10.256.998 nəfərə çatıb və həmçinin də dəyərli izləyicilər, deməli 2025-ci ilin 10 ay ərzində ölkədə 80.802 doğulan körpə doğumu, 49.846 isə ölüm halı qeydə alınıb. Ötən il müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə doğum halı azalaraq 10,1-dən 9,5-ə düşüb. Həmçinin digər bir vacib məlumatı da dəyərli izləyicilər diqqətinizə çatdırıram. Nikah və boşanmaların sayı ilə bağlı, deməli ötən il müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 4,9-dan 4,8-ə enib, boşanmaların sayı isə 2,1-dən 2-yə düşüb.